Səhih hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İbrahim əleyhissalam barədə bizə xəbər verir və onun atası barədə fikir verir. Deyir ki, yəlqa İbrahim və əbəhu Azərə yevməl qiyamə. İbrahim qiyamət günü öz atası Azərlə qarşılaşacaq. Atası Azər bilirsiniz də Quran-ı Kərimdə keçir. İbrahim əleyhissalam onu nə qədər dəvət eləsə də, nə qədər desə ki, bu bütlər nədir, sənə heç bir fayda vermirlər, eşitmirlər və s. Sən bunlara ibadət eləmə, tək Allaha ibadət elə, amma o qəbul eləmir. Aydındır, müşrik olur və müşrik kimi ölür. Və İbrahim əleyhissalam qiyamət günü atası Azəri görəcək, onunla qarşılaşacaq. Və alə vəcihi Azərə qataratun və qəbara və görəcək ki, atası Azərin üzündə yəni üzü qaralıb, zülmət var üzündə. Fəyəqulu ləhu İbrahim və İbrahim ona deyəcək, ələm əqul ləkə lə ta'sini? Lə ta'sini? Deyir, mən sənə demədimmi? Yəni, mənə qarşı çıxma, mənə asilik eləmə. Yəni, sənə elədiyim dəvətə cavab ver, Allaha ibadət elə, bu şirkdən, bütlərdən uzaq dur. Deyir, mən sənə bunu demədimmi? Fəyəqulu əbuhu fəlyəvmə lə asik. Atası da deyir ki, bugün mən sənə asi olmayacaq. İndi fikir verin, yəni o həmən gün artıq haqqı görüb qiyamət günüdür. Onda deyir ki, bugün mən sənə asi olmayacaq, yəni mən səndən bugün razıyam. İndi görün ona faydası olacaqmı? Fəyəqulu İbrahimu ya Rabbi, İnnəkə va'addəni ən lə tuxsiyəni yevmə yub'athun. İbrahim əleyhissalam atasıdır da, deyir ki, ey Rəbbim, sən mənə vəd vermisən ki, insanların dirildiləcəyi gün sən məni zəlil rüsvay etməyəcəksən. Allah Teala ona vəd vermişdi, öz xəlili İbrahimə. İndi o da nə edir? Onu zikr edir və Allahdan dua edir ki, bəlkə atasına faydası olar. Fəeyyü xizin əxsən min əbil əb'ad. Deyir ki, atası Allahın rəhmətindən uzaqlaşdırılanlardan olandan daha rüsvəy vəziyyətdə kim ola bilər ki? Aydındır. Yəni, deyir ki, sən mənə vəd vermirsən ki, məni qiyamət günü rüsvay eləməyəcəksən, zəlil eləməyəcəksən. Ancaq mənim atam, əgər sənin rəhmətindən kənarda olsa, kafirlərin zümrəsində olsa, müşriklərin, onda deyir, bundan böyük mənə üçün nə rüsvayçılıq ola bilər. Aydındır. Fəyəqulullahu Teala və Allah Teala buyurur, İnni harramtul cənnətə aləl kafirin. Mən cənnəti kafirlər üçün haram eləmişəm.